Ağstafa rayonunda yaşayan Qazi Ələsgərov Rəsul Habiloğlu Ağstafa rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən təhdid və təzyiqlərə məruz qaldığını bildirib. Bölgə TV Tribunası istinadən xəbər verir ki, Qazi bununla bağlı ölkə başçısı Prezident İlham Əliyevə müraciət edərək kömək istəyib. Onun sözlərinə görə, sosial şəbəkələrdə maddi dəstək və işə təmin olunmaq məqsədilə müraciət etdikdən sonra icra başçısı tərəfindən təzyiq və hədələrlə üzləşib. O bildirib ki, məqsədi yardım toplamaq deyil, daimi işə təmin olunmaqdır. Qazi vurğulayıb ki, dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, bu günədək işə təmin olunmayıb və sosial problemləri həllini tapmayıb. Məsələ ilə bağlı Ağstafa rayon İcra Hakimiyyətinə dəfələrlə sorğu yollasaq da, suallarımız cavabsız qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Rəna Rövşən qızı, Bölgə TV. Mən Ələsgərov Rəsul Habiloğlu, üzümü tuturam Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarına və onun ailəsinə. Cənab Prezident dünən çəkiliş eləmişdim, sosial şəbəkələrdə paylaşmışdım ki, mənə köməklik olunsun, işlə bağlı maddi durumum pis vəziyyətdədir. Bundan sonra, bu videodan sonra Ağstafa rayon İcra Hakimiyyətindən mənə təhdidlər olunmağa başladı, təzyiqlər olunmağa başladı. Yəni mən sizdən iş istəyirəmsə, deməli mənə kimsə təzyiq göstərməli deyil. Əslində əksin olaraq mənə köməklik göstərilməlidir ki, bu qazi və bu vətəndaş niyə bu ağır durumda yaşamalıdır? Bunun bir dərdinə bir köməyi olmalıyıq. Dövlət qayğısı göstərilməlidir, dövlət dəstəyi göstərilməlidir, humanitar yardımlar göstərilməlidir. Bunlar heç biri göstərilmir, ancaq mənə təhdidlər olunmağa başlayır. Səni belə eləyəcək, elə eləyəcək. Nə ara erməni öldürə bilmədi, amma siz öldürmək istəyirsiniz məni. Niyə belə eləyirlər ki? Yəni mən də bu ölkənin vətəndaşıyam. Oğurluq eləməmişəm, cinayət eləməmişəm. Haqqımı istəyirəm də, haqqıma düşəni istəyirəm. İş istəyirəm, köməklik istəyirəm, dövlətimdən istəyirəm. Başqa bir insanlardan istəmirəm ki, dövlət dəstəyi göstərilsin də. Niyə öz başınaçılıq eləyirsiniz? Niyə əlinə bir sinəsində bir kalustuk taxan hamısı bir kişi olubdu. Elə kişiliyini onunla yox, kişiliyini gəlməli kömək eləməklə sübut elə ki, dünə mən göstərdim dinə. Göstərdim ki, sənə budur, bax köməklik göstərdim mən sənə. Yoxsa mən sənə belə eləyəcəm, heç nə də eləyənməzsən. Heç nə də eləyənməzsən. Necə ki, erməni məni yıxa bilmədi, heç sən də yıxa bilməzsən.